Əqli gerilik, əqli inkişaf ləngiməsi, intellektual längimə, zəka geriliyi, zehinsel yetərsizlik nə deməkdir? İndi isə gəlin bunlara aydınlıq gətirək. Əqli gerilik neyroinkişaf pozuntusudur. Əqli gerilik özünü daha çox 18 yaşına qədər ifadə etmiş olur. Xüsusən məktəbə gedən dövrdə, uşaqlarda, məktəb yaşında, adətən isə 13-14 yaşlarda yeniyetməlik çağında müşahidə edilməkdədir. Xüsusən qeyd etmək istəyərdim ki, yeniyetməlik çağında uşaqlarda mənfi, defitsitar, yəni neqativ psixopatoloji simptomlarla özünü göstərər. Qız uşağı menstrual sikl zamanı öz gigiyenik qaydalarına əməl etməz. Oğlan uşağıdırsa üzünü qırxmaz, çimməz, yuyunmaz, öz gigiyenik təmizliyinə riayət etməz və ətraf mühitdən təcrid olunmağa başlayar. Oğlan uşaqlarında qız uşaqları ilə müqayisədə 1.5-2 dəfə artıq görülər və daha progredient gedişli olar. Zehni yetərsizlik zamanı zehni funksionallıq və adaptiv davranışlar pozulur. Bu zaman zehni funksionallıq və adaptiv davranışlar arasında vəhdət pozulmuş olur. Zehni funksionallıq nədir? Zehni funksionallıq dedikdə nəyi başa düşürük? Bu zaman uşağın gözü ilə gördüyü və qulağı ilə eşitdiyi informasiyanı qəbul etməsi, həmin bu informasiyanın gicgah payında, yəni temporal payda olan hipokamp və dəniz atı yanı qırışığında arxivləşdirilməsi, həmin bu informasiyaları anlaması, qavraması, yadda saxlaması, lazımı gəldikdə həmin bu informasiyaların istifadə edilməsi, ifadə edilməsi, dilə gətirilməsi və eyni zamanda bu informasiyalardan istifadə edərək mühakimə etməsi, həmçinin yaranmış olan müxtəlif mübahisəli mövzularda problemin həll edilməsi prosesinə zehinsel funksionallıq deyilir. Adaptiv davranışlar dedikdə isə şəxsin birincisi sosial, yəni ətraf mühitə adaptasiya olunmasıdır. İkincisi praktik vərdişlərinin formalaşmasıdır. Yəni şəxsin gündəlik olaraq rutin, praktik vərdişlərinin formalaşmasıdır. Uşağın qidalanması, yuyunması, öz təmizliyinə riayət etməsi, köynəyinin yaxasını düymələməsi, zamokunun çəkilməsi, ayaqqabısının bağının bağlanması, qız uşağıdırsa saçını bağ vasitəsilə yığması və digər gündəlik vərdişlərin yerinə yetirilməsi. Üçüncüsü akademik vərdişlərdir. Yəni şəxsin öyrəndikləri biliklərin yadda saxlanması, onların anlaması, qavraması, lazımı gəldikdə istifadə etməsi, məktəbdə məktəb yoldaşları ilə ünsiyyəti, öyrəndiklərinin müəllimə təqdim etməsi və qeyd etdiyim zehni funksionallıq və adaptiv davranışlar arasında vəhdət pozulduqda zehinsel yetərsizlik, yəni əqli gerilik formalaşmağa başlayır. Zehni gerilik zamanı IQ səviyyəsi. Zehni gerilik zamanı IQ səviyyəsi 100 təşkil edir. Normal insanlarda 90-110 təşkil edir. 110 üzərində üstün zəka deməkdir. 70-90 arasında olduqda sərhəd tip zəka geriliyidir. Bu zaman uşaq məktəbə gedə bilir, öz yaşıdları ilə eyni sinifdə təhsil ala bilir. Amma yaddaşı nisbətən zəif olur, öyrəndiklərini tez unudur, müəlliməyə cavab versə də belə, səhərsi günü sual verdikdə həmin mövzuya cavab verə bilmir, universitetə daxil ola bilir. Lakin bəzən isə universitetdən daha aşağı texnikumlara və tədris mərkəzlərində təhsil ala bilirlər. Yüngül dərəcəli əqli gerilikdə IQ səviyyəsi 50-70 aralığındadır. Bu uşaqların intellektual səviyyəsi 6-cı və 7-ci siniflərə qədər inkişaf etmiş olur. 6-cı və 7-ci sinifdən sonra bu uşaqlarda anlama, qavrama, yadda saxlama problemləri yaranır. Bu uşaqlar öz həmyaşıdlarından əsaslı dərəcədə fərqlənir. Daha saf olurlar, aldanan olurlar, unutqan olurlar, daha tez manipulyasiya olunurlar, kənar şəxslərə daha tez inanırlar və bu uşaqlar çantasında qələmi varsa, həmin o bir qələmini belə kiməsə verər və yaxud da ki, qidasını belə kiməsə verərək ac qalar. Bu uşaqlarda həmçinin özgüvən əksikliyi olur, özünə inam hissi aşağı olur, motor funksiyaları aşağı olur. Bu qız uşağıdırsa saçını bağ ilə yığmaqda, köynəyinin qarşısını düymələməkdə, zamokunu çəkməkdə, ayaqqabısının bağını bağlamaqda çətinlik çəkər. Dərsdə müəlliməyə daha ləng cavab verər. Gözü baxır, amma fikri başqa yerdə olur. Yüngül dərəcəli əqli geriliyi olan uşaqlardan daim müəllimə şikayətçidir. Cavab vermir, ləngdir, gözü baxır, fikri başqa yerdədir. Çağırdıqda reaksiya vermir və yaxud da ki, çox ləng reaksiya verir deyən müəllimlər valideynlərə şikayətlər bildirirlər. Orta dərəcəli əqli gerilik. Orta dərəcəli əqli gerilikdə IQ səviyyəsi 30-50 aralığındadır.
Bu uşaqların yaddaşı, intellektual səviyyəsi 1-ci, 2-ci siniflərə uyğun gəlir. Məktəbə gedərkən yalnız 1-ci, 2-ci siniflərə qədər oxuya bilir. Bu uşaqlar həmyaşıdları ilə eyni sinifdə təhsil ala bilmirlər. Bu uşaqlarda yalnız müəyyən riyazi bacarıqları formalaşdırmaq mümkün olur. Hansı ki, pul hesabını öyrətmək, marketdən və yaxud da ki, mağazadan hər hansısa bir alış-verişi etmək bacarığını formalaşdırmaq olur. Ağır dərəcəli əqli gerilikdə IQ səviyyəsi 15-30 aralığındadır. Bu uşaqlarda həm koqnitiv, həm də motor funksiyalar tamamilə zəifləmiş olur. Şəxs hərəkət etməkdə çətinlik çəkir. Reaksiyaları ləng olur. Anlama, qavrama, yadda saxlama funksiyaları tamamilə zəifləmiş olur. Motor funksiyaları zəifləmiş olur. Bu uşaqlar yemək yeyərkən qaşığı ağzına doğru aparmaqda, qidalanmaqda, pilləkənləri qalxıb düşməkdə, köynəyinin yaxasını düymələməkdə, zamokunu çəkməkdə, ayaqqabısının bağını belə bağlamaqda köməyə ehtiyacı olur. Çox ağır dərəcəli əqli gerilik. Bu zaman IQ səviyyəsi 15-in altında olur. Bu uşaqlar doğulduqdan əlil arabasına möhtac olurlar. Kənar şəxslərin qulluğuna möhtac olurlar. Hərəkət edə bilmirlər. Nitqi olmur, ümumiyyətlə danışa bilmirlər, anlaması olmur. Bu uşaqlar valideyninin və yaxud da ki, ona baxan baxıcının köməyi ilə, bədən dili ilə ünsiyyətə keçərək nəyisə anlatmağa çalışar. Aylığından yaşına doğru hansı klinik əlamətlər uşaqda müşahidə edildikdə artıq burada bir həyəcan təbili çalmaq lazımdır. Bu klinik əlamətlər əqli geriliyə, zehinsel yetərsizliyə işarətdir. Əgər uşaq doğulduğu andan apatikdirsə, hərəkətsizdirsə, reaksiyaları ləngdirsə, fırlanan əşyalara, hərəkət edən əşyalara diqqətini yönləndirə bilmirsə, diqqətinin davam etdirilməsi pozulubsa, əmrləri icra etmirsə və yaxud da ki, əmrləri ləng icra edirsə, çağırdıqda adına reaksiya vermirsə və yaxud da ki, ancaq öz istəkləri çərçivəsində baxırsa, baxışları yetərsizdirsə, yəni davamlı göz kontaktı qurmursa, yalnız özü istədikdə baxırsa, qığıldama prosesi ləngiyirsə, hecalaya bilmirsə, boynunu aylığına uyğun saxlamırsa, aylığına uyğun oturmursa, yerimirsə, danışarkən söz ehtiyatı azdırsa, iki sözü birlikdə istifadə etməkdə çətinlik çəkirsə, cümlədə sözlərin yerini səhv salırsa, fikrini çatdıra bilmirsə, anlaması, qavraması, yadda saxlaması zəifdirsə, diqqəti dağınıqdırsa, öz həmyaşıdlarından fərqlənirsə, sakit halda belə dodaqaltı mızıldanırsa, öz-özünə əl hərəkətləri edirsə, öz-özünə gülürsə, danışırsa, məntiqsiz davranışlar edirsə, həmçinin özgüvən əksikliyi varsa, özünə inam hissi aşağıdırsa, müxtəlif davranış pozuntuları varsa, aqressivdirsə, impulsivdirsə, özünü dişləyirsə, ətrafına xətər yetirirsə və eyni zamanda yuxu pozuntuları, xüsusən də yuxunun REM fazası, yəni dərin yuxu fazası pozulmuşsa, yuxuya getməkdə çətinlik çəkirsə, yeniyetməlik çağında, əgər qız uşağıdırsa, menstrual sikl müddətində öz gigiyenik qaydalarına əməl etmirsə, oğlan uşağıdırsa üzünü təmizləmirsə, yuyunmursa, çimmirsə, daha çox ətrafdan kənarlaşırsa, sosial olaraq özünə qapanmışsa, ətraf mühitdən təcrid olunmuşsa, artıq bu halda həyəcan təbili çalmaq lazımdır. Bu əqli geriliyə, yəni zehinsel yetərsizliyə işarət ola bilər. Əqli gerilik toplumda 1% təşkil edir. Yüngül əqli gerilik 10-15%, orta və ağır əqli gerilik 8%, çox ağır əqli gerilik isə 3-4% təşkil edir. Əqli geriliyin yaranma səbəbləri. Əqli geriliyin, yəni zehinsel yetərsizliyin yaranma səbəbləri. Birincisi, prenatal səbəblər. Prenatal səbəb dedikdə, yəni doğumdan əvvəlki faktorlar. Buraya genetik faktorlar, genetik xəstəliklər, xromosom xəstəlikləri, həmçinin ananın hamiləlik müddətində hər hansısa bir infeksion xəstəliyə yoluxması, alkoqol və narkotik maddələrdən istifadə etməsi, hamiləlik etapında ananın psixoloji və fiziki travma alması, uşağın bu müddətdə bətindaxili hipoksiyası səbəb ola bilər. İkinci, perinatal, yəni uşağın vaxtından əvvəl doğulması, doğuş zamanı uşağın travma alması, doğularkən hər hansısa bir infeksion xəstəliyə yoluxması. Üçüncü, postnatal, yəni uşaqda beyin şişinin olması, intoksikasiyanın olması və yaxud da ki, dəm qazı ilə zəhərlənmələr fonunda, eyni zamanda meningit və ensefalit keçirdikdən sonra epilepsiya xəstəliyi, kəllə-beyin travmaları, avtoqəzalardan sonra müşahidə edilə bilir. Əqli geriliyin, zehni yetərsizliyin müalicəsi. Əqli gerilik və zehni yetərsizliyin müalicəsində birinci növbədə psixopedaqoji təlimlərdir. İkinci halda isə farmakoterapiya, dərman müalicəsidir. Dərman müalicəsi o halda aparılır ki, bu zaman uşaqda əqli gerilik, zehni yetərsizliklə yanaşı olaraq
diqqət defisiti, diqqət çatışmazlığı, uşaq diqqətini bir yerə toplamaqda, diqqətini bir yerə cəmləməkdə çətinlik çəkirsə, yuxusu pozulmuşsa, aqressivdirsə, impulsivdirsə, uşaqda davranış pozuntuları varsa, həmçinin uşaqda enurez, yəni sidik qaçırma problemləri, depressiya, anksiyete, yəni həyəcan təşviş pozuntusu, obsessiv-kompulsiv pozuntu, tip pozuntusu müşahidə edilərsə, yanaşı olaraq farmakoterapiya, yəni dərman müalicəsindən istifadə edilir. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.